Mətn tapşırıqlarında məntiqi xətanı tutmaq üçün sizlərə kiçik bir hiylə öyrədəcəm. Ekrana yaxın əyləşin. Dostlar, əgər cavab variantlarında həmişə, heç vaxt, yalnız, bütün, hər kəs kimi kəskin və mütləq sözlər varsa, 95% ehtimalla o variant yanlışdır. Gəlin bunu mətn üzərindən sizlərə sübut edeyim. Mən mətndən bir abzas yerləşdirmişəm ekrana. Abzasda deyilir ki, kosmik tədqiqatlar bəşəriyyət üçün yeni üfüqlər açır. Alimlərin böyük əksəriyyəti hesab edir ki, Marsda suyun tapılması gələcəkdə orada yaşayışın mümkünlüyünə işarə edə bilər. Lakin bu hələ ki dəqiq sübut olunmamış bir fərziyyədir. Sualda deyilir ki, mətnə əsasən doğru fikir hansıdır? A. Marsda yaşayışın olması artıq bütün alimlər tərəfindən qəbul edilib deyilir. Yanlışdır. Çünki mən burada kəskin bir ifadə gördüm. Bütün sözü yanlışdır. Mətndə mənə bütün demir. Böyük əksəriyyət alimlər deyilir. Demək ki, yanlışdır. B. Kosmik tədqiqatlar hər zaman uğurla nəticələnir. Yenə də kəskin bir ifadə görürəm. Bu cavab variantında yanlışdır. Çünki mətndə belə bir hökm yox idi. C. Marsda suyun olması orada yaşayışın mümkünlüyü ehtimalını yaradır. Baxın, mənə yumşaq bir fikir dedi. Yumşaq və ehtiyatlı davrandı. Və bu cavabım olacaq doğru cavab. Çünki mətndə deyirdi ki, orada yaşayışın mümkünlüyünə işarə edə bilər. Yəni, ehtimaldır. D. Alimlər Marsdan başqa heç bir planetdə su axtarmırlar. Yenə də mən kəskin heç bir ifadəsini gördüm. Mətn yalnız Marsdan bəhs edilir. Digər planetlər haqqında axtarmırlar demək, mətndən kənar çıxmaqdır. Y variantı, Marsda suyun tapılması orada həyatın mövcudluğunu qəti şəkildə təsdiqləyir. Bu da yanlış variantdır. Burada iki yanlışlıq var, iki böyük tələ var. Qəti şəkildə tələsidir birinci. Bu bizim danışdığımız kəskin, təhlükəli ifadələrdən biridir. Mətndə isə müəllif ehtiyatla işarə eləyə bilər, fərziyyədir deyir. Digər səhv isə buradadır ki, mətndə yaşayışın mümkünlüyündən danışılır. Bu variantda isə artıq mövcudluğundan bəhs edilir. Demək ki, əmin olduq ki, Y variantı da yanlış variantdır. Görünü kimi dəyərli dostlar, biz C variantında nə qədər yumşaq və mətndən qopmayan bir ifadə gördüksə, digər variantlarda biz çox iddialı və mətni üstələyən fikirlər gördük. Bunu yadınızda saxlayın ki, mətn nə deyirsə odur. Mətndən bir addım belə irəli gedən variant səhvdir. Ona görə də kəskin ifadələrdən qaçın.